Artıq ChatGPT kimi platformalardan tibbi və hüquqi məsləhət almaq qadağan edilib. Qərarın məqsədi isə insanların sağlamlıq və hüquqla bağlı riskli qərarlardan qorunmasıdır. Tibb sahəsində çalışan mütəxəssislər isə hesab edirlər ki, texnologiya bəzən həkim-müalicə əlaqəsini yanlış istiqamətə yönəldir və xəstələrdə qorxu və panika yaradır. Professional, bu işlə məşğul olmayan biri tərəfindən süni intellektin hal-hazırda işlədilərək, hər hansı bir qərar alaraq, o qərar nəticəsində hər hansı bir diaqnostik prosedur və müalicə alması hesab edirəm heç cür düzgün ola bilməz. Həkimlərə görə süni intellektin verdiyi cavablar bəzi hallarda düzgün görünsə də, fərdi yanaşma və kliniki təcrübənin yerini heç nə əvəz edə bilməz. Təəssüflər olsun ki, tibbi baxımından biliklər düzdür. Amma sırf xəstəni bəzən çox səhv yerə yönləndirirlər, bəzən xəstələri lazımsız olaraq çox dəhşətli dərəcədə qorxudurlar. Halbuki xəstədə belə bir problem yoxdur. Bəzən tamamilə səhv bir müalicə üsulunu və diaqnostik üsulu məsləhət görürlər xəstəyə. Xəstəni baxıb ona uyğun demək lazımdır. Mütəxəssislər hesab edir ki, süni intellekt hələlik nə həkimin, nə də vəkilin yerini tuta bilər.